Bismillah. Əziz müsəlmanlar, bugün cümə günüdür. Sizin cümə gününüzü təbrik edirəm. Allah sizin itaətlərinizi, ibadətlərinizi qəbul eyləsin. Allah sizi şər şeytandan, qrupöytandan, bədbəxt hadisələrdən, bədnəzərdən hifz eləsin. Yerin göyün Rəbbi olan Allah sizə la ilahə illallah kəlməsi ilə kömək olsun. Allah sizi Peyğəmbərdən, Qur'andan, Əhl-i Beytdən aralı salmasın. Bütün peyğəmbərlərin gəlişi, bütün kitabların gəlişi, bütün aləmlərin yaradılması, hamı la ilahə illallah kəlməsinə bağlıdır. Nə qədər yaradılış varsa, hamısını tərəzinin bir gözünə qoysun. La ilahə illallahın o biri gözünə qoysun. La ilahə illallah ağır gələcək. Ona görə gecə gündüz la ilahə illallah deyir. 100 dəfə dediniz la ilahə illallah, bir dəfə də Muhammedən Resulullah deyir. Əgər şiyyəsinizsə, Əmirəl-Möminən Əliyyən Vəliyullah deyir.